nə edək ki, xalisləşək? Bunun üçün birinci yol müsahibə, yəni insanın özünü hesaba çəkməsidir. Mən kiməm, haradan gəlmişəm, hara gedirəm? Bu çox önəmli bir məsələdir. Bu məsələ üzərində düşünən adam heç vaxt riyakarlıq etməz, heç vaxt lovğalıq etməz. Məkkənin zadəgan müşriklərindən biri, çox zəngin Məkkənin böyüklərindən idi. Bir gün İmam Əli əleyhissalamla yolda rastlaşır, lovğalığından salam vermir, nə də imam ona salam vermir. Bir neçə addım aralanandan sonra çevrilir arxaya, deyir, ey Əbu Talibin oğlu, bəyəm bilmirsən mən kiməm? Niyə salam vermirsən? Həzrət biraz yaxınlaşır bunun, dayanır çənəsinin altında, üzbəüz. Deyir, sənin kimliyini səndən daha yaxşı bilirəm. İstəyirsən, deyim kimsən. Bu adam da biraz da lovğacasına deyirdi, görüm kiməm mən. Deyir, əvvəlün bir damcı murdar su, axırın murdar leş, bunların ikisinin arasında nəcis daşıyan birisən. Bu adamın təkəbbürünü bax beləcə örgənir. Ona görə də insan gərək özü üzərində düşünə ki, kiməm mən? Mənim nəyim var? Uca Rəbbimizdəndir. Rəbbimiz də deyir, lovğalıq eləmə. Deməli, təmiz içimizi, daxilimizi, düşüncəmizi təmizləmək üçün biz gərək lovğalıqdan uzaq olaq, özümüzü hesaba çəkək və bu hesab nəticəsində də kimliyimizi gündəlik qoyaq ortalığa və ona görə də hərəkət edək.